Ac qarına qəbul edilməsi məsləhət görülməyən 8 qida. Bəzi qidalar ac qarına qəbul edildikdə mədə-bağırsaq problemlərinə səbəb ola bilər. İSağlamaz xəbər verir ki, mütəxəssislər həmin qidaları açıqlayıb. Onlardan birincisi qəhvədir. Səhər tezdən ac qarına qəhvə içmək mədə turşusunun artmasına və reflüksə yol aça bilər. Qəhvə içməzdən öncə zülal və yağla zəngin qida qəbul edilməsi tövsiyə olunur. Acı yeməklər isə insanlarda qarın ağrısı və ishala səbəb ola bilər. Həkimlər ac qarına şirniyyat qəbulunu da məsləhət görmürlər. Çünki bu, qanda şəkərin miqdarını sürətlə yüksəldə, bədəndə enerjini azalda bilər. Həmçinin kofeinli çaylar, xüsusilə qara çay, mədədə qıcıqlanma yarada bilər. Həkimlər ədviyyatlı qidaların ac qarına qəbulunun qarın ağrısı və ishala yol aça biləcəyini də qeyd edirlər. Siyahıya həmçinin daxildir, qatıq. Turşuluğa həssas şəxslərdə narahatlıq yarada bilər. Qazlı içkilər, şişkinlik və gərməyə səbəb olur. Yağda qızardılmış qidalar həzm prosesini çətinləşdirir və sitrus meyvəli şirələr, selişli qişanı qıcıqlandıra bilər. Mütəxəssislər bu məhsulların ac qarına deyil, digər qidalarla birlikdə qəbul edilməsini tövsiyə edirlər. Könül oruc, sağlamaz üçün videonu bəyənməyi və bizi izləməyi unutmayın.